Qoç bürcü. Əhvalın dəyişməsi bu günü olduqca çətinləşdirəcək. Başqaları ilə münaqişələrdən qaça bilməyəcəksiniz. Baxış nöqtələriniz həmişə üst-üstə düşməyəcək, ona görə də qarşılıqlı anlaşmaya nail olmaq kifayət qədər çətin olacaq. Əksər qoçlar həmkarlarının köməyinə ümid etməməlidirlər, yaxşı olar ki, özlərinin öhdəsindən gələ bilsinlər. Bir az sonra özünüzü idarə edə, zədələnmiş münasibətləri bərpa edə və hətta yeni əlaqələr qura biləcəksiniz. Dürüstlük və açıqlıq sizin xeyrinizə işləyəcək və bir çox vacib məsələlərin həllinə kömək edəcək. Buğa bürcü. Yeni nailiyyətlərin vaxtıdır. Siz təsir edici nəticələr əldə edə və hətta başqalarının çətin tapdığı tapşırıqların öhdəsindən gələ biləcəksiniz. Bir çox buğa qeyri-adi şəkildə inandırıcı olacaq ki, bu da onlara lazımi insanlarla asanlıqla danışıqlar aparmağa imkan verəcək. Bəzi köhnə rəqiblər sizin tərəfinizə keçəcək. Səyləriniz diqqətdən kənarda qalmayacaq. Sürətli karyera yüksəlişi olduqca mümkündür. Axşam saatlarında xoş xasiyyətli və mehriban əhval-ruhiyyədə olacaqsınız. Bu, yaxınlarınızla vaxt keçirmək üçün yaxşı vaxtdır, xüsusən də bir müddətdir açıq söhbət etmək şansınız yoxdursa. Əkizlər bürcü. Ulduzlar demək olar ki, bütün gün sizin tərəfinizdə olacaq. Yüngüllük və emosional yüksəliş hissi istənilən sürprizin öhdəsindən gəlməyə kömək edəcək. Bir çox əkizlər təsir edici nəticələr əldə edəcək və bəzi cəsarətli xəyalları gerçəkləşdirəcəklər. İş problemləri ilə eyni vaxtda ev məsələlərini həll etməli ola bilərsiniz, lakin bu çox yorucu olmayacaq. İdeyalarınız tam təsdiqlə qarşılanacaq və sübut edilmiş müttəfiqlər onları həyata keçirməyə kömək edəcəklər. Siz pozulmuş dostluqları bərpa edə biləcəksiniz və bu, nəinki sizi sevindirəcək, həm də işlərinizin vəziyyətinə müsbət təsir göstərəcək. Xərçəng bürcü. Bəlağətiniz və incəliyiniz sayəsində hər kəslə ortaq dil tapacaqsınız. Başqasının nöqteyi nəzərini başa düşmək, ümumi maraqları və dəyərləri tapmaq və güzəştli həllər təklif etmək sizin üçün asan olacaq. Nəticədə bir çox xərçəng əla danışıq və parlaq danışıqlar aparan insanlar kimi şöhrət qazanacaq. Bu istedadlar sizə təkcə çoxlu faydalı əlaqələr qurmağa deyil, həm də yaxşı pul qazanmağa imkan verəcək. Günün sonunda heç bir səbəb olmadan özünüzü narahat hiss edəcəksiniz. Ona görə də bu zaman mühüm qərarlar qəbul etməməlisiniz. Sevimli hobbi və ailə üzvlərinin dəstəyi sizə emosiyalarınızın öhdəsindən gəlməyə kömək edəcək. Şir bürcü. Sizi qeyri-adi firavan gün gözləyir. Bütün məsələlər asanlıqla və uğurla həll olunacaq. Yeni əldə etdiyiniz biliklər faydalı olacaq. Təcrübəli həmkarların məsləhətləri faydalı və vaxtında olacaq. Siz inamla ən iddialı layihələri öhdəsinə götürə bilərsiniz, sübut edilmiş müttəfiqlərin köməyi uzun sürməyəcək. Bir çox şirlər liderlik keyfiyyətlərini nümayiş etdirəcək və bununla da sürətli karyera yüksəlişi şanslarını artıracaqlar. Qarşınızda bir çox əlverişli perspektivlər açılacaq, onlardan uğurla istifadə edəcəksiniz. Şəxsi həyatınız da xoş sürprizlər və canlı emosiyalar gətirəcək. Qız bürcü. Əgər emosiyalarınızın öhdəsindən gələ bilməsəniz, gün çoxlu bəla gətirəcək. Bəzi qız bürcləri həddindən artıq həssas olacaqlar ki, bu da onların başqaları ilə münasibətlərinə yaxşı təsir göstərməyəcək. Siz xırda şeylərə və xırda nöqsanlara yersiz əhəmiyyət verməməlisiniz, bu işinizin nəticələrinə çox təsir etməyəcək, lakin bu, sizin üçün xoşagəlməz bir insan kimi çox yaxşı reputasiya yarada bilər. Nəzakət və səbir sizə bütün problemlərdən qaçmağa kömək edəcək. Gün yeni başlanğıclar üçün çox uyğun deyil. Başladığınız işi başa çatdırmağa və sizin üçün vacib olan insanlarla yaxşı münasibətləri davam etdirməyə diqqət edin. Tərəzi bürcü. Enerjinizi düzgün istiqamətə yönəltsəniz, çox şeyə nail ola bilərsiniz. İmpulsiv davranış və düşüncəsiz hərəkətlər işdə sizə mane ola bilər. Bəzi tərəzilər inadkarlığa və ambisiyaya meyilli olacaqlar. Bununla belə, eyni keyfiyyətlər əzmkarlığa çevrilə və iş məqsədlərinə çatmağa yönəldilə bilər. Bu halda siz özünüzü inamlı lider və yaxşı peşəkar kimi təsdiq edəcəksiniz. Qərar verməkdə çox tələsməyin. Etibarlı müttəfiqlərin məsləhətləri uyğun olacaq, ona görə də ona qulaq asmaq zərər verməz. Əqrəb bürcü. Mümkün qədər tez vacib işlərə başlayın. Səhər saatlarında həmkarlarınız və tərəfdaşlarınızla asanlıqla qarşılıqlı anlaşma əldə edə biləcəksiniz. Danışıqlar üçün əla gündür.
Artan cazibəniz sayəsində fikrinizi başa düşəcək və ən sərfəli şərtləri müzakirə edəcəksiniz. Bir çox əqrəblər uzun müddətdir gözlədikləri xoş xəbərlər alacaqlar. Günün ikinci yarısı o qədər də uğurlu olmayacaq, ona görə də bu zaman üçün heç bir mühüm işi planlaşdırmamalısınız. Başladığınız işi bitirin, işlərinizi qaydasına salın, ailə və dostlarınıza diqqət yetirin. Oxatan bürcü. Yaradıcılıq qabiliyyətlərinizin inkişafı sayəsində gözlənilməz şəkildə özünüzü göstərəcəksiniz. Çətin vəziyyətlərdə qeyri-standart həll yolu tapa və özünüzü dəyərli işçi kimi təsdiq edə biləcəksiniz. Bir çox oxatanlar təsir edici nəticələr əldə edəcəklər. Dostluq və əzmkarlıq sizin xeyrinizə işləyəcək. İlk cəhddə bir şey edə bilməsəniz belə istədiyinizə necə nail olacağınıza qərar verəcəksiniz. Dostluq əlaqələri işlərinizdə faydalı olacaq. Son vaxtlar tez-tez anlaşılmazlıqların yarandığı pozulmuş əlaqələri bərpa etmək və münasibətləri yaxşılaşdırmaq şansı olacaq. Oğlaq bürcü. İlk növbədə özünüzə güvənin, o zaman istənilən sürprizin öhdəsindən gələ biləcəksiniz. Bir çox oğlaqlar, xüsusən də günün ilk yarısında həmkarları və tərəfdaşları ilə fikir ayrılıqlarından qaçmaqda çətinlik çəkəcəklər. Yaxşı olar ki, hakimiyyət orqanlarının diqqətini çəkməməyə və çox zərurət olmadıqca mübahisələrə girməməyə çalışın. Bu, yeni layihələrə başlamaq üçün ən yaxşı vaxt deyil, ancaq gündəlik işlərin öhdəsindən yaxşı gələcəksiniz. Əgər kifayət qədər səy göstərsəniz, gələcək üçün yaxşı bir təməl yarada bilərsiniz. Dolça bürcü. Gün yeni başlanğıclar üçün çox yaxşı deyil. Ancaq işləri qaydasına salmağın, səhvləri düzəltməyin və başladığınız işi yaxşı başa çatdırmağın öhdəsindən gələcəksiniz. Bəzi dolçalar öz tənqidçiliyi və artan əsəbilik səbəbindən başqaları ilə yaxşı münasibətləri davam etdirməkdə çətinlik çəkəcəklər, lakin biraz səy göstərsələr, kimsə ilə mübahisədən qaça biləcəklər. Özünüzü bir yerə yığa bilsəniz, günün qalan hissəsi çoxlu yaxşı fürsətlər gətirəcək. Həyatınızda mühüm rol oynayacaq maraqlı insanlarla tanış olma şansınız var. Balıqlar bürcü. Günün ilk yarısında bütün vacib işləri görməyə çalışın. Müxtəlif insanlarla əlaqələr qurmaqda əla olacaqsınız. Bir çox balıqlar müvəffəqiyyətlə istifadə edəcəkləri sağlam məsləhətlər alacaqlar. Nüfuzlu insanlarla əlaqələr qura biləcəksiniz. Gəlirdə cüzi artım ehtimalı var, ofis romantikasının başlaması ehtimalı var. Günün ikinci yarısında diqqətinizi vacib olana yönəltmək və diqqətinizi xırda şeylərə ayırmamaq çətin olacaq. Heç yerə tələsməməlisiniz, əks halda gələcəkdə çoxlu problemlər gətirəcək səhv qərarlar qəbul etmək riskiniz var.